Hər kəsə salam. 9-ların imtahanına çox az vaxt qalıb. Hər bir şagirddə uğurlar arzu edirəm. 9-ların imtahanına leksik yönümlü suallar düşür. Gəlin 63-cü suala baxaq. A person who shows others the places of interest on a journey. Journey səyahət deməkdir və cümləmizdə bizdən isim tələb olunur. Çünki burada article var və bizə verilən sözdə isim olmalıdır. Onsuz variantlarda ismimiz verilibdir. Yenə də fikir vermək lazımdır ki, to varsa feildir, lakin an article varsa bizdən isim tələb olunur. A person who shows others the places of interest on a journey, yəni səyahət zamanı digərlərinə, başqalarına maraqlı yerləri göstərən şəxs. Olacaq guide, bələdçi. Gəlin digər sözlərə baxaq. Artist, rəssam, guard, gözətçi, keşikçi, scientist, alim, soldier, əskər deməkdir. Guide isə tur bələdçisidir. Yəni kim ki biz yerə səyahət edəndə orada bizə yerləri göstərir, işarə edir, tanış edir. 64-cü suala baxaq. Baxın, to var. Burada biz artıq feil tapmalıyıq. To think that something is true or possible. True düz, possible mümkün deməkdir. Nə isə bir şeyin düz və ya mümkün olduğunu düşünmək. Bu biraz çətin gələ bilər sizə, amma gəlin tərcümə ilə baxaq. Provide təmin etmək, təchiz etmək. Remind xatırlatmaq. Remember xatırlamaq. Pass ötmək, keçmək. Believe isə inanmaqdır. Yəni siz bir şeyin düz olduğunu, mümkün olduğunu düşünürsünüzsə, buna inanırsınız. Sözü Azərbaycanca tapmalısınız ki, izahının hansı sözdür bu. Onu ingiliscə tapa bilər. 65-ci suala da gəlin baxaq. To give someone something that they need or want. Need-ə ehtiyacı olmaq, want istəməkdir. Give-də verməkdir. Kiməsə onların ehtiyacı olan və ya istədiyi nə isə vermək. Deməli, bu olacaq to provide, təchiz etmək. Yəni, sənin kitaba ehtiyacın var, mən sənə kitab verirəm. Deməli, mən sənin kitabla təchiz edirəm. Sell, satmaq, join, qoşulmaq, accept, qəbul etmək, attend, iştirak etmək deməkdir. To agree, to take something that is offered or given. Təklif edilmiş və ya verilmiş nə isə bir şeyi götürməyə razılaşmaq. Yəni, razılaşdım ki, mən bunu götürüm. Qəbul edirəm. To accept olacaq. To feel, hiss etmək. To believe, inanmaq. To attend, iştirak etmək. To build, tikmək. Daha çox izahlar üçün səhifəmə göz atıb kanalıma abunə ola bilərsiniz. Sağ olun.